Salam dəyərli abituriyentlər, 44 sınaq ümumi sınaqlar toplusundan 4-cü sınağın izahını davam etdiririk. İlk sualımızda deyir ki, cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Yəni doğrudur olan qrafadan doğrunu seçirik, yanlışdır olan hissədən yanlışı seçirik. Şərtdə də uyğun fikirlər istəyir. Tək sözü köməkçinin ilk hissəsi kimi həm bitişik, həm də ayrı yazıla bilər. Tək sözü bəli, qoşma kimi işlənsə bitişik yazılır. Məsələn, sənin tək, onun tək adam görməmişəm. Ədat kimi işlənsə ayrı yazılır. Deyirik ki, tək ona güvənmişdi, tək ona inanırdı. Bir doğrudur. O və bu əvəzliklərindən sonra modal sözlər gələndə bütün hallarda vergül qoyulmalıdır. Bu bütün hallarda ifadəsi burada artıq nə edir? Bu şərti pozur. Yəni o bu əvəzliyindən sonra belə deyək, sanki elə bil güya tipli, elə bil bu tip modal sözlər gələndə vergül qoyulmayacaq. Bütün hallarda bu şərt ödənmir. 3-də oxudum feilini cümlədə feilin müxtəlif şəkillərində işlətmək olar. Məsələn, mən oxudum, bunu xəbər şəklində verə bilərəm. Düzdür? Bir də var, ona kitabı mən oxudum, sən oxutma. Burada da oxu, oxut əmr forması. Demək, müxtəlif şəkillərdə verə bildik. 1-3. Yanlışa baxırıq. Güldan, çaydan sözlərini ismin müxtəlif hallarında düşünə bilərik. Uşaqlar, burada demək, gül, güldan, çay, çaydan. Bu dan tək variantlı leksik şəkilçidir, düzdürmü? İsmin müxtəlif hallarında biz bunları düşünə bilmərik. Cavab elə 1-3, 4 olacaq. Düşüncə sözünü tərkibinə görə həm sadə, həm də düzəltmə söz kimi təhlil etmək olar. Məsələn, o qapı, evdən, maşından düşüncə, düşmək, bu ıncı olsun, feili bağlama. Bir də var, insanın, burada sadə oldu. Bir də var, insanın düşüncəsi. Düşünmək feilindən düşüncə ismi. Həm sadə, həm düzəltmə düşünmək olur. Bu əslində doğru da yazılmalı idi. 6-da deyir ki, tabeli mürəkkəb cümlələrdə bağlayıcılar baş və budaq cümləni əlaqələndirən yeganə köməkçinin ilk hissəsi deyil. Demək, bağlayıcılar baş və budaq cümləni bağlayan yeganə köməkçinin ilk hissəsi deyil. Bu fikirdə nədir? Doğru olacaq. Yəni, bu yanlışda yazılmamalı idi. Davam edək. Cavabımız oldu 1-3-4C variantı. Növbəti sualla davam edirik. İkinci sualla davam edək. Demək, ikinci sualda nə deyir? İkinci sualda fərqləndirilmiş sözləri şərhlərə, yəni izahlara uyğunlaşdıraq. Müharibəni labüd, faydalı və arzu olunan hesab edən insanlar qorxulu insanlardır. Sonra, burada labüd sözü verib. Baxaq, labüd nə deməkdir? Mənalara uyğunlaşdıraq da. Burada demək, yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan deməkdir. Düzdür? Elə birə veririk anı. Sonra, ikinci nümunəmiz nədir? O ölkə tarixində əleyhinə impeachment prosesi başladılan ilk şəxsdir. Impeachment nədir? Yüksək vəzifəli şəxslərin vəzifədən kənarlaşdırılması proseduru. 2-yə də nə gedir? E variantı. Çempionatın debutant komandası qələbələri ilə hamını təəccübləndirməkdə davam edir. Yəni, debutant hansı komandaya deyirlər? Hər hansı bir yarışda, tədbirdə ilk dəfə çıxış edən komandaya. Yəni, 1-ə A, 2-yə E, 3-ə də C. Yəni, cavabımız da C variantı olacaq. Hansı cümlədə 2 qoşma işlənib? Baxırıq. 2 qoşma işlənib. Bir cəmiyyətdə hər şeydən əvvəl elm ilə əxlaqı öyrənmək lazımdır. Elm və əxlaqı, bu bağlayıcıdır. Burada əvvəl qoşmadır, bir dənə oldu. Sənin tək biçik yazılan qoşma. Mən də, sadalama bağlayıcısı iştirak. Uşaqlardan ötrü qoşma. Demək, 1 qoşma və 2 qoşmamız işləndi. Cavab da B-dir. Yol uzaq olduğu üçün bir dənə qoşma. Dağa kimi 2 dənə qoşma. At ilə 3 dənə qoşma. Bizdən 2 dənə istəyir. Onu sonuncu dəfə 2 gün bundan qabaq, bir qabaq olacaq, kitabxananın qarşısında gördüm. Bundan sonra etdiklərinə görə deyil, edə bilmədik. Bundan sonra bir dənə, görə 2 dənə, edə bilmədiklərin üçün 3 dənə oldu. Keçirik növbəti
Demək sualımızda 3 cavabımız B bəndi olur. B variantı olur. Aha. Dördüncü sual. Həmcins təyinləri söz birləşməsi ilə ifadə olunan cümlələri müəyyən edin. Həmcins təyinləri söz birləşməsi ilə ifadə olunsun. Zahiri gözəllik və paklıq daxili gözəlliyi və paklığın gözlə görünən ifadəsidir. Demək, zahiri gözəllik və paklıq daxili gözəlliyin və paklığın gözlə görünən nədir? İfadəsidir. Nə? Gözəllik, zahiri gözəllik və paklıq. Necə ifadəsidir? Gözəlliyin və paklığın gözlə görünən. Düzdür? Burada həmcins təyinlər sözləşməsi ifadə olunmadı. Bir səhvdirsə, siz də birlərdən cavabları çıxacaqsınız. Gecələri başının üstündə laylay dediyi, vətənə layiq gənc kimi böyütdüyü oğlunun həyat yolunu gözü önündə nə etdi? Gözü önündən keçirtdi. Nə etdi? Gözü önündən keçirtdi. Nəyi? Oğlunun həyat yolunu, hansı oğlunun? Gecələri başının üstündə laylay dediyi, vətənə layiq gənc kimi böyütdü. Həmcins təyinlər söz birləşməsi ifadə olundu. Bir cavabımız 2-dir. 2-də 3 dənə variantda var. Az bilib çox danışan, bədxərclik edən adam yoxsula bənzəyər. Nə edər? Bənzəyər. Kimə bənzəyər? Yoxsula. Kim bənzəyir? Adam. Necə adam? Bədxərclik edən, az bilib çox danışan. Burada həmcins təyinlər var, amma birincisi burada söz birləşməsi ilə ifadə olunub. Amma ikincisi mürəkkəb feildir. Bu çaşdırmasın sizi. 3 olmayacaq. 4-ə baxırıq. Üstünə çoxlu kağız və xəritə yığılmış, şamlarla işıqlanan stolun arxasından xoşsifət bir kişi qalxdı. Qalxır kim? Qalxır kişi. Necə kişi? Xoşsifət. Haradan? Stolun arxasından. Hansı stolun arxasından? Şamlarla işıqlanan və üstünə çoxlu kağız xəritə yığılmış. Bir də cavabımız neçədir? 4-dür. 5-ə də baxaq. Xalqın düşünən beyni, döyünən qəlbi onun ziyalısıdır. Kimdir? Onun ziyalısıdır. Kim? Xalqın düşünən beyni və döyünən qəlbi. Burada isə demək mübtədadır. Həmcins təyinlər olmadı. Cavabımız da B-dir. Keçirik növbəti sualımıza. 5-ə baxaq. Uyğunluğu müəyyən edin. 5-də nə deyir? Tərkibinə görə təhlili həm kök leksik, leksik qrammatik, həm də kök leksik, qrammatik sximinə uyğun söz. 5-də. Baxaq. Demək, göz, gözlə, onu gözlədi, xəbər şəkli gözlədin. Kök, leksik 2 qrammatik. Bir də var. Onu gözlədin. Göz sözün kökü, gözlə leksik, gözlət və 1 qrammatik. Bir də hər iki variantı ödəyir. Yəni bu C-də daha doğrusu ödəyir. Doğrudur. Bir də C ödədi. Sonra 2-yə baxırıq. Tərkibinə görə təhlili həm kök leksik, qrammatik, həm də kök leksik, qrammatik sximinə uyğun olsun. 2-yə baxaq. Qabaq, qabaqla, qabaqlaya, qabaqlayaq. Bir dəfə arzu şəklində belə düşünək. Bir də qabaq, qabaqla, qabaq, bir də qabaq, qabaqla, qabaqlayaq. Bir də əmr şəklində düşünək. Düzdür? 2-də də evəndir. 3-də nə deyir? Tərkibə görə təhlili demək, kök leksik, qrammatik, bir də kök qrammatik sximinə uyğun olsun. Bu da baxırıq. O məni yolda düşürsə, nə etsə sual verəndə təkcə sualda sağ oldu. Ür leksik oldu. Feildən filan. Maqmək artırmaq olur da. Düşmək, düşürmək. Oldu şərt şəkli. Bir də deyir, işin mənə düşür, nə edir, düşürsə, nə edirsə. Bir də xəbər şəklində düşünmək olar. Bu da bizim üçüncüdəki sxemimizi ödədi. B, bir də D-yə baxaq. Yetirdi də bu formadadır da. Yetmək, yetirmək, yetirdi. Bir də var, o hər gedib gələndə nə edir? Ya nə bilim, istədiyi yerə yetirdi. Nə edirdi? 2 qrammatik kimi də bunu vermək olar. 5-də cavabımız A variantı olacaq.